Tanınmış təhsil eksperti Kamran Əsədov və onunla birlikdə təqsirləndirilən Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilib. Onlar gizli informasiya əldə etmək üçün tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədi ilə əldə edilməsi maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunurlar. Gəncə şəhərində baş tutan məhkəmə prosesini əməkdaşlarımız da izləyib. Kamran Əsədov məhkəmə zalına jurnalistlərin suallarına cavab vermədən daxil oldu. İttihamlarla bağlı xahiş edirəm 2 kəlmə. Təxminən 1 saatdan artıq davam edən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını oxuyub. Məlum olub ki, təqsirləndirilən şəxslərdən Kamran Əsədov və Gündüz Abbasov müxtəlif cihazları müxtəlif məbləğlər qarşısında abituriyentlərə satıb və quraşdıracaqmış məbləğlərin bir hissəsi öncədən, digər hissəsi isə imtahanın nəticələri açıqlandıqdan sonra ödəniləcəkmiş. İttihama əsasən Kamran Əsədov və Gündüz Abbasov ümumilikdə 70 min manat pul qarşılığında xüsusi avadanlıqların abituriyentlərə quraşdırılmasına, pulların isə imtahanın nəticəsindən sonra verilməsinə razılaşdırılıb. Kamran Əsədov hakimə dövlət ittihamçısının irəli sürdüyü heç bir maddəsi ilə özünü təqsirli bilmədiyini bildirib. Gündüz Abbasov isə özünü ancaq Cinayət Məcəlləsinin gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satışı məqsədi ilə əldə edilməsi maddəsi ilə təqsirli bilib. Daha sonra zərər çəkmiş qismində Dövlət İmtahan Mərkəzinin nümayəndəsi kimi hakim qarşısında çıxış edib. Onun sözlərinə görə sözü gedən cinayət maddələri ilə təqsirli bilinən şəxslər tərəfindən blok və qəbul imtahanlarında üzərlərinə cihazlar quraşdırılan təxminən 14 abituriyent kifayət qədər yüksək bal toplayıb. Alqoritmlər, əşyalarla bağlı yəqin ki, Dövlət İmtahan Mərkəzində bir mətbuat konfransı, ictimaiyyətə açıq mətbuat konfransında ətraflı məlumat veriləcək. Ümumi alqoritmlərdən və eyni zamanda imtahan nəticələrinin oxşarlığında bu müəyyən olundu. Ləğv olunan şəxslərin nəticələri hardasa 400, 500, hətta 570 bala yaxın nəticələr var ki, biz onların hamısını müəyyən edib, vaxtında ləğv etmişik. Növbəti proses 22 yanvar saat 15:30-da təyin edilib. Qeyd edək ki, Kamran Əsədov və Gündüz Abbasova Cinayət Məcəlləsinin gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş, texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədi ilə əldə edilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur. İlham Məmmədov, Diana Cəlali, Space Xəbər, Gəncə.